Dağlaroğlu bu dəfə sevincli gün yaşayır. Bədii qiraətçi oğluna Laçında möhtəşəm toy məclisi təşkil edib. Mərasimdə sənət adamları, yaxın dostlar və qohumları bir araya gələrək gənc cütlüyü təbrik ediblər. Laçının füsunkar mənzərələri fonunda keçirilən toyda maraqlı anlar və yadda qalan görüntülər yaşanıb. Toydan ən diqqət çəkən kadrlar, qonaqların çıxışları və məclisdən özəl görüntüləri videomuzda. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.